Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində doğulmuşdur. Şairin əsl adı İlyas, atasının adı Yusif. Zaman zaman öz dövrünün kamil elm biliklərinə mükəmməl yiyələnən İlyas, özünə nizami təxəllüsü götürərək poeziya aləmində xariqələr yaratmışdır. Nizami sənəti Azərbaycan ictimai bədii fikrinin inkişafında yeni, son dərəcə orijinal bir mərhələ təşkil edir. Nizami əsərləri dünya şeir xəzinəsinin nadir inciləridir. Şairin təlqin etdiyi bəşəri ideyalar, humanist görüşlər, əxlaqi nəticələr xarakterin kamilləşməsinə, bütövləşməsinə kömək edir. Nizami irsinin əzəməti, estetik qüdrəti burada yüksək bədii şəkildə əksini tapmış, həyatı vacib və nəcib arzu və meyillərin parlaq ifadəsidir. Nizami şeiri insanlığa ülvi məhəbbət, zəhmətə hörmət, haqsızlığa barışmaz, kim və nifrət, ədalət, xeyrxahlıq, nəsilləri yüksək ideyalar uğrunda mübarizəyə, qəhrəmanlığa sövq edir. Bütün xəmsə boyu şairin elm, şeir sənətinin qanunları, musiqi nəzəriyyəsi, təbiət haqqında böyük filosofların fikirləri ilə səsləşən mühakimələri özünü göstərir. Biz Nizaminin şəxsində yalnız ölməz bir şair deyil, həm də dövrünün dərin zəkalı alimini, mütəfəkkirini görürük. Xəmsə öz bəşəriliyi, tərbiyəviliyi, ibrətamizliyi ilə həmişə hər zaman müasirdir. Şair xəmsiyə daxil olan ilk poeması Sirlər Xəzinəsini 1174-cü ildə qələmə almış, Fəxrəddin Bəhramşaha həsr etmişdir. Poemaya 20 ibrətamiz söhbət və 20 hekayə daxildir ki, hər bir hekayə insanı ömrü boyu daxilən təmizlənməyə səsləyir. Zülmü ilə bu dünyanı almaq deyildir mümkün, ancaq ədalətlə alarsan hər bir mülkü. Ədil əqli şad edən muştuluqçudur, inan, ədlin gücü ölkəni abad edər hər zaman. Nizami üslubuna xas əsas keyfiyyətlərdən biri, lakonizm, kiçik ifadə ilə böyük məzmun vermək, onun sənətinin ecazlarındandır. Şairə görə söz yaradıcısı sözün qədrini bilməli, 100 sözdən birini, lakin ən çox təsir edənini seçməlidir. Sözün çoxsa əksilt, biri 100 etmə, 100'ü 1 et. Az söz söylə ki, işə yarayan olsun. Çünki çox sözdə çox da nöqsan olar. Estetik fikrin gözəllik və qəhrəmanlıq prinsiplərini yaradıcılığında tətbiq edən Nizami, ideal gözəllik, ideal qəhrəmanlıq, ideal məhəbbətin bir sıra əbədi obrazlarını yaratdı. Nizami ömrü boyu yalnız bir qadını, Afaqı sevmiş və sevgisindən ilhamlanaraq lirika dünyasının incilərini yaratmışdır. Şairin istər lirikası, istərsə də xəmsəsi, bütövlükdə ideal insanın daxili və xarici, mənəvi və fiziki, ictimai gözəlliyi və əzəməti haqqında əbədi bir himdir. Xosrov və Şirin poeması 1181-ci ildə Atabəy Məhəmməd Cahan Pəhlivanın xahişi ilə qələm alınmışdır. Bu poema mükəmməl bir eşq dastanıdır. Ağıl, ismət, əxlaq, ədalət ideyaları, məhəbbətin tərbiyə edici gücü, zəhmətə sevgi bu əsərin mahiyyətidir.